Son vaxtlar ölkəmizdə alternativ enerji sahəsinə maraq artıb. Bu sahədə işlər fəallaşıb. Alternativ enerji ilə bağlı Şəkidən başlanan layihənin digər regionlarda tətbiqi gözlənilir. Bu haqda bölgə müxbirimiz Xatirə Əkbərova xəbər verir. Şəki su elektrik stansiyasında istismara verilən 580 kilovatlıq yeni qurğu stansiyanın illik istehsal gücünü 30-40% artırmağa imkan verəcək. Bölgədə alternativ enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədi ilə həyata keçirilən bu pilot layihənin Azərbaycanın digər rayonları üçün də təcrübə olacağı gözlənilir. Bu stansiyanın tikintisi böyük layihənin tərkib hissəsidir. Bu layihənin büdcəsi $1,5 milyon. Təkcə bu stansiya avadanlığına $510 min xərclənilib. Şəki su elektrik stansiyasının istehsal gücünün artırılması layihəsi Avropa İttifaqı və Norveç hökumətinin maliyyə dəstəyi ilə icra olunub. Avropa Birliyi ilə Azərbaycan arasında enerji sahəsində inkişaf barəsində strateji partnerlik haqqında razılaşma var və biz bu layihəyə 5000 avro qoymuşuq. Şəkidə alternativ enerji mənbələri hesabına istehsal olunan istilik və elektrik enerjisinin həcminin 70 megavata çatdırılacağı nəzərdə tutulur. Kiş çayı üzərində yerləşən bu stansiyada Kin şirkəti tərəfindən quraşdırılan yeni qurğular hesabına 1300 kilovat enerji istehsal olunacaq. Mütəxəssislər isə Azərbaycanda 300 belə su elektrik stansiyasının yaradılmasını mümkün sayır.